Salam Ofeli xanım, necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Siz necəsiz? Sağ olun. Bu gün də yeni suallarla sizi qarşınızdayıq. Buyurun. İlk sualımız belə olacaqdır ki, 12 yaşında toylarda oxumağa başlamışsınız və çoxları təəccübləndirdi. Bu çətin başlamış yol sizə nə öyrətdi? 12 yaşımdan ifa etməyim, əlbəttə ki, mən bunu dəfələrlə bildirmişəm ki, ailəmin maddi yardıma ehtiyacı olduğu üçün, anam çox ağır xəstə idi, yəni onun müalicələri üçün 12 yaşımdan çox ağır məclislər ifa elədim. Hətta Gürcüstan toylarında hələ heç bir qadın müğənnisi ora getməmişdi Azərbaycandan. İlk Gürcüstan toylarına gedən müğənni özüm olmuşam. İkinci sualımız budur ki, efirlərdə bildirmişsiniz ki, geyim əxlaq ölçüsüdür. Siz hələ də bu gün ətrafınızda açıq-saçıq geyinən müğənnilər də var, yəni aparıcılar da var. Siz hələ də o fikrin üstündəsinizmi? Əlbəttə ki, yəni ətrafımda olsa da onun mənə aidiyyəti yoxdur. Çünki hərə öz həyatını özü bilər. Amma bu mənim ölənə qədər, son nəfəsimə qədər deyəcəm ki, geyim birbaşa əxlaq ölçüsüdür. Mən necə, yəni açıq-saçıq geyinən bir xanıma mən əxlaqlı, siz deyə bilərsinizmi? Siz deyərsiniz, elə mən sizə bir sual verəcəm, sualdan cavab verəcəm. Siz deyərsiniz, açıq-saçıq geyinən bir qadına əxlaqlı? Əlbəttə ki, bir kişi olaraq şəxsi fikrimdir ki, xeyr. Sağ ol, bax, mən daha nə deyim? Hərdən sosial şəbəkələrdə qarşıma çıxır bəzi qadınların bu fikirləri, hətta kişilər də var bu fikirlərdə olan. Deyirlər ki, yox, geyim əxlaq ölçüsü deyil. Mən birbaşa buradan sual vermək istəyirəm həmən o sözü yazan bəzi kişilərə. Deyir ki, geyim əxlaq ölçüsü deyil. Siz rəva bilərsinizmi ki, sizin ananız, bacınız, xanımınız yarı çılpaq vəziyyətdə gəlsin, yəni şəhərdə, məclislərdə istəyirsiniz bunu? Efirlərin birində bildirmişsiniz ki, gəlin ən azı 2 il qaynananın yanında qalmalıdır. Bu fikirdə viral olmuşdur. Siz hələ də bu gün eyni düşüncədəsiniz? Mən hər zaman dediyim sözün arxasındayım. Hər zaman. Və arxasında olacam. Bəli. Bunu mən bilirsiniz nəyə demişəm? Əlbəttə ki, gəlin qaynananın yanında ən azı istəsə də, bax yenə söz təkrarlayıram, istəməsə də 2 il qalmalıdır. Təcrübə toplamaq üçün. Yaxşı ana olmaq üçün, yaxşı gəlin olmaq üçün, yaxşı həyat yoldaşı olmaq üçün o qaynanasına o təcrübələri almalıdır. Bilirsiniz, o gəlinlər var, deyir ki, yox, mən qaynana yanında əsla qalmaram, yaşamaram. Amma buradan o gəlinlərə demək istəyirəm ki, siz onu deyən gəlinlər ən betər qaynana olacaqsınız siz. O gəlininizə zülüm verəcəksiniz. Çünki siz o təcrübələri toplamamışsınız qaynananızın yanında yaşayıb. Ona görə gəlin qaynananın yanında mütləq qalmalıdır 2 il. Mənim bir subyektiv fikrim var. Gəlinlər var ki, deyir ki, mən qaynananın yanında qalmaq istəmirəm, ərimlə rahat ayrı yaşamaq istəyirəm. Mənə çox maraqlıdır. Siz necə ərinizi sevirsiniz ki, onu dünyaya gətirən ananı sevmirsiniz, deyirsiniz ki, mən ərimlə qalacam. Bu uca inandırıcı deyil. Mən heç vaxt belə gəlinlərə inanmamışım. Sevgisinə ki, ər sevgisi var. Əri sevirsənsə, ondan 5 qat artıq onun anasını sevməlisən ki, o dünyaya gətirib, onu sənə bəxş edib. Ofeliya xanım, bu yaxında bir, belə deyim ki, xəbər saytlarında bir video qarşıma çıxdı ki, düzdür, həmən aparıcını mən tanımıram və həmən efiri də mən tanımıram. Sadəcə bir başlıq var idi ki, orada bir videoya baxdım ki, aparıcı bildirir ki, Ofeliya xanımı mən dəvət etmişdim efirə, amma zəng edib bildirdi ki, mənim işim çıxdı, gəlmirəm. Və o bildirdi ki, olsun, zadı sağ olsun. Bu günə qədər, amma onu bildirmək istəyirəm ki, bu günə qədər Ofeliya xanım mənim efirimə gəlməyən müğənnilərin yerinə gələn müğənni olub. Cavab olaraq mənə maraqlıdır ki, onun nə üçün onun verdiyi cavaba qarşı olaraq bir cavab bildirmədiniz? Görürsünüz, siz də deyirsiniz ki, mən onu tanımıram. Mən hardan tanıyım? Mən yetimi onlardan tanıyım. İnanın ki, mənim qarşıma belə bir şey çıxmayıb. Baxı, doğrudan təzə olub bu söhbət. Bəli, bəli. Ay, yaxşı yerdən yapışmışsınız ha. Şeyli alıq otları o qədərdir ki, üstündən əzib hamı keçir. Heç keçməmsən alıq otun üstündən, keçmirsən də. Bəli, əlbəttə. Elə biz də əzib keçirik də alıq otlarını. İnanın ki, mən kimisə yerinə gedən müğənni olmamışam. Bəli, olub 2 halda belə bir şey. Aparıcıların adını çəkəcəm. Çünki sən dediyin alıq otlarını mən tanımıram, mən də elə bir şey görməmişəm. Amma 2 halda elə bir şey baş verib. Biri İbrahim Azəri dostumuzdur, mənim qardaşımdır, böyük qardaşımdır İbrahim Azəri.
bir gün axşamüstü zəng elədi ki, Ofeliya, qonağımın biri gəlməyib, amma ancaq sən mənə kömək eləyə bilərsən. Çünki dost-dosta nə gün də lazımdır, dar gün də lazımdır da. Deyir, dost dar gündə tanınar. Sabah mütləq gəlməlisən. Səhər zəng elədi ki, axşam mütləq ol, qonağın biri gəlməyib. Mən onda inanın ki, yoldaşıma dedim, elə bir samolyotda gəlirdik, nə tər sürürdük maşını. Özümü çatdırdım ki, dostum pis vəziyyətdə qalmasın. Sonra Tolik bir gün axşam zəng elədi ki, Ofeliya, sabah müğənnim gəlmədi, xahiş edirəm gələrsən. Dedim, mənim gözlərim üstə, çünki Tolikin haqqı var üzərimdə, ona görə səhər getdim. Amma bu şeyi bir də təkrar eləmədim. Niyə? Çünki bu yaxınlarda Tolik, canım dostum, salamlayıram. Tolik qayıtıb verilişində dedi ki, o müğənnilər özünə hörmət qoymurlar. Axşam çağırıb səhər verilişə kimisə yerinə gəlirlər. Ondan sonra özümə söz verdim ki, mən heç bir zaman heç bir müğənni yerinə getməyəcəm. Belə bir şey heç vaxt olmayacaq. Özümə artıq söz verdim. Ofeliya xanım, bu gün Azərbaycanda bəxs olan bütün kanallarda sizi görürük. Amma tək bir kanal var ki, sizi efirlərdə dəvət etmir və sizi görmürük. O Xəzər televiziyasıdır. Maraqlıdır. Sizi dəvət edirlər, siz getmirsiniz, yoxsa onlar sizi dəvət etmir? Bu çox maraqlı sual oldu mənə. Ona çox ürəkli cavab verəcəm. Çox doğru deyirsiniz. Xəzər televiziyasından dəvət almıram. Düzdür, çox sevinmişdim ki, Murad Dadaşov buradan salamlayıram. Murad müəllimi Xəzər televiziyasına rəhbər olaraq təyin ediləndə mən çox sevinmişdim ki, nə yaxşı müasirlik gəlir Xəzər televiziyasına. Çox sevinmişdim. Dedim, yaxşı oldu, şərtləri də çox xoşuma gəlmişdi bir xanım ifaçı olaraq. Bəlkə də 5-ci insan idim ki, sevindiyimdən Murad müəllim bütün sosial şəbəkələrdə paylaşmışdım ki, nə yaxşı müasirlik gəldi, nə yaxşı Murad Dadaşov gəldi Xəzər televiziyasına. Amma mənə çox maraqlıdır. Xəzər televiziyasından niyə mənə dəvət gəlmir? Özümə də öz sual verirəm. Ofeliya, səni niyə Xəzər televiziyasına dəvət eləmirlər? Yarı çırpaq vəziyyətdə bəzi ifaçıları orada görürəm. Tərbiyəsi olmayan bəzi ifaçıları orada görürəm. Doğru deyəcəm, ağzının danışığını bilməyən müğənniləri orada görürəm. Amma ailə dəyərlərinlə danışan, sənətinlə məşğul olan, sənət göstərən Ofeliya Şabanova o kanala dəvət olunmur. Xəzər televiziyasına çox doğrudur. Özümə də sualları çox verirəm. Bu yaxınlarda Aşıq Zülfiyə ilə bir yerdə oturmuşduq. Salamlayıram, onu hər zaman mama deyirəm. Oturmuşduq, zəng gəldi ona. Xəzər televiziyasından verilişə dəvət elədilər. Zülfiyə xanım dedi ki, gəlirəm, Ofeliya xanım Şabanovanı da istəyirəm də yanımda olsun. Dedilər, yox, Ofeliya xanımı yox. Mənə maraqlı gəldi. Dedi, qadağa var Ofeliya xanıma. Dedi, yox, qadağa yoxdur, amma dəvət eləmirik. 2 aparıcı, hətta orada bir dənə prodüser də var. O da dedi ki, Ofeliya Şabanovanı Xəzər televiziyasına dəvət eləmirik. Mən onda bildim ki, Murad Dadaşovun bundan xəbəri yoxdur. Çünki Murad Dadaşov çox sənətə dəyər verən insandır. Ona görə buna heç vaxt inanmıram ki, Murad müəllim bundan xəbər olsun. Yəni, dəvət eləmirlər, canları sağ olsun. Eybi yoxdur. Ailə dəyərlərindən gedib orada danışmarıq. Sənət göstərmək problem deyil, o da problem deyil. Ofeliya xanım, son zamanlar efirlərə yeni müğənnilər çıxır. Yeni başlamış müğənnilər. Və mənə maraqlıdır ki, o müğənnilər ilk efirdən sizin adınızdan istifadə edirlər. Mənim adımdan istifadə edir. Bəli. Mənə maraqlıdır ki, sizə görə bu onları bildirdiyi fikirləri xoş qarşılayırsınız, yoxsa negativ olaraq qarşılayırsınız? Mən sizi anladım. Bu əslində pis bir şey deyil. Görün, yəni məni görə nə qədər böyük görürlər. Sənətimi özümü ki, adımdan istifadə edir, canlarsa olsun. Amma heç olmasa adımdan istifadə edirsiniz. Eləyin, bir şey demirəm. Özünüzü efirdə elə aparsınız ki, elə bir ki, amma mənim adımdan istifadə edib gedirsiniz verilişlərə. Amma fake səhifələrdən o mənə ağzınıza gələni yazanda bunu düşünməliydiniz. Ki, Ofeliya, bunu niyə yazırıq? Axı, Ofeliya Şabanova bizə kömək ola bilərdi. Ona görə qoy eləsinlər. Bu yaxınlarda verilişlərin birində, bilmirəm, qohumum deyim, doğmam deyim, dostum deyim, bilmirəm. Qayıdıb aparıcıya deyib ki, mən Ofeliya Şabanovanın filankəsiyəm. O da deyib ki, ay nə gözəl, daha da buna hörmət qoymaq istəyib. Deyir, sevindim, deyim, ay nə gözəl, yəni Ofeliya xanım bizim canımızdır. Birdən gördüm, deyir, arxanızda çox pis danışdı. Deyir, inanın şoka düşdüm, aparıcı deyir bu sözləri.
Dedim, onda dedimdir, ay Allah, bu yazıq Ofeliyanın başı bəlalı qızdır. Amma utanmırlar. Həqiqətən ayıbdır. Adımdan istifadə etmək nə? Durub aparıcı ilə qıraqda mənim arxamca danışmaq nə? İnsan bir gələcəyini fikirləşər, insan bir düşünər, uzaq görmək lazım deyil həyatda. Nə bilim, bilmirəm. Birinci, ən həyatda qorxduğum, itirməkdən qorxduğum birinci şərəfimdir. İkinci, birbaşa həyat yoldaşım və balalarımdır. Ofeliya xanım, yenidən sıfırdan başlayası olsanız, eyni sənət yolunu yenidən seçərdiniz? Əlbəttə ki, həyata yenidən gəlsəydim, bu səs də məndə Allah yenidən versəydi, əlbəttə ki, ifaçı olardım, amma Avropada. Bu günlərin cəmiyyətdə qadınlara münasibəti barədə ən çox sizi narahat edən nələrdir? Bugün belə deyim ki, efirlərə baxırıq, qadın müğənnilər bir-birlərindən münaqişə edir. Yəni qardaş, lord bir-birini qırırlar. Bəli. Ay, sağ ol. Sizin fikrinizdə, yəni sizi narahat edən nələrdir? Çox qəşəng sualdır bu. Həqiqətən çox sevdim bu sualı. Mən başqa ölkələri bilmirəm, amma bizim ölkədə qadınların çoxusu bir-birinə qarşı paxıl olurlar. Bir-birini alçatmağı, bir-birindən özlərinin üstün bilmələri, bizdə o şeylər var. Qadın arasında, qadınlar ürəyində. Və hətta bizim sənətdə də, bax, özünüz də dediniz ki, ancaq qadın müğənilər bir-birini qırırlar. Bu mənə heç xoşuma gəlmir. Baxın, heç görmürsünüzmü ki, Ofeliya hansısa bir qadın müğənnisinin arxasınca danışsın. Yəni, mənə əslində qalmaqallı bilirlər. İndiyənə qədər yəni kiməsə qalmaqalım olmayıb. Məndən eləyiblər. Baxıram ki, qadın müğənnilər haqqımda danışırlar, üzr istəyirəm, haqqımda danışırlar. Mən yenə də onlara cavab vermirəm. Deyirəm, yox, qadında axı, mən ona nə deyim? Yəni, qadınlar bir-birimizə dəyər verək. Baxın, çox vaxtı, bayaq da içəri girən zaman dediniz, Ofeliya xanım, siz nə çox daşlayırlar. O daşlayanlar məni kimdir, görürsünüz də? Əksəriyyəti qadınlardır. Qadın özünü oxuyan, sayan, yəni oxuyan deyirəm onlara. Çünki müğənni, ifa başqa şeydir, oxumaq başqa şeydir. Yəni, özlərini müğənni hesab edirlər, bir dırnaq arası, yəni. Ancaq Ofeliyaya söz atım. Görürsünüz, bax, kişilər yoxdur, qadınlardır. Yenə də. Qadınlar çoxsu, hamısına şamil eləmirəm, bir-birini əzməyi sevir. Xainlik, paxıllıq eləməyi çox xoşlayırlar. Sənətləri də yoxdur. Bu, bəzi mənim haqqımda danışan qadın müğənniləri, bunu göstərim, qoy bilsinlər. Sənətləri yoxdur. Bilmirlər ki, gündəmə nə ilə gəlsin. Əgər səmimi danışaq da. Nə eləyək, gecə otururlar, nə eləyək biz? Özümüzü silikonlaşdırdıq da alınmadı, hoppanıb düşdük alınmadı. Yəni, Ofeliya Şabanovaya söz ataq. Bax, belə bir fikirlərdən oyanırlar, səhərsi gün Ofeliyaya söz atırlar. Ofeliya da zaten onlara cavab vermir. Yandırıram sizi deyirəm, amma cavab vermirəm. Yana qalırsınız, şərəf vermirəm axı. Bugün sizi dəvət edən efirlərdə aparıcılar sizə verdiyi ilk sual corabla başlayır. Yəni, bu bitmir corab məsələsi. Axı, belə deyək, corabdan öncə sizin ortada sizin sənətiniz gedir ilk olaraq. Bəli. Yəni, sizi Azərbaycan xalqına tanıdan corab deyil, mənə görə. Bəli. Sizin sənətinizdir. Çox doğru. Və sənətinizin olmasıdır. Bəzi savadsızlara belə gəlir. Çox doğru deyirsiniz, mən sənətimlə gəlmişəm, sənətimlə sevilmişəm. Mənim müraciətim buradan aparıcılara və bəzi insanlaradır. Mənə bugündən corab haqqında sual verərsinizsə, mən sizin hamınızı corab səviyyəsində görəcəm. İnanın səmimiyyətimə. Bunu da özünüz qazanırsınız. Sosial şəbəkədə sizin videolarınızın altında şərh yazan, mənfi şərh yazan şəxslər olur. Və mənə maraqlıdır. Hər yazılan mənfi şərhlərə baxırsınızmı? Aha, çox gözəl sualdır. Əslində mən hər kəs bilir ki, telefon işlətmirəm. Sosial şəbəkələrim var, köməkçilərim, prodüserim idarə eləyir. Yaxşılarını mənə göstərirlər. Siz də yamansınız. Yaxşılarını mənə göstərirlər ki, Ofeliya xanım, yaxşı yazan insanlara təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız, yaxşı ki, sizin sevginiz. Allah mənə çox görməsin. Amma pis yazanları niyə pis olmuram? Bilirsiniz, niyə pis olmuram? İnanın, bu yaxınlarda şou biznesin qaymağı deyək. Elə bir insan mənə bir kəlmə, bir söz işlətdi ki, Ofeliya xanım, bax, sizdə pis söz yazılanda pis olmayın. Çünki mən eşidəndən sonra ki, bəzi müğənnilərin 100-dən, 200-dən çox fake səhifələri var və o fake səhifələr tərəfindən çox pis sözlər yazılır sizə. Onu biləndən sonra mən artıq
heç nə belə deyək də marağımda olmadı ki, yazır yazsın da. Çünki bildim ki, bunu çünki baxıram ki, el məclislərinə gedəndə insanlar məni necə gözəl hörmətdən qarşılayırlar. Öz-özümə sual verdim ki, hörmətdən qarşılamaq nədir? Belə şeylər yazılmaq nədir? Sonra bildim ki, bunu bəzi 100-200 feyk səhifəsi olan müğənnilər yazılmış. Ay sizi əyrimçələr. Ofeliya xanım, növbəti sualımız belədir ki, bu yaxınlarda Tarix bəyin verilişində çıxış etdiniz. Sizi qardaşınız da Vaqa Şabanov o efirdə çıxış etdi. Aymağı. Və efirə belə deyib, gizlək daxil oldu. Və zəlçidə bir xanım belə deyib, bildirdi ki, Ofeliya xanım, siz ailə dəyərləri təbliğatı apara bir müğənni olaraq necə təbliğat aparırsınız ki, sizin qardaşınız məni yarı yolda qoydu. Və mənə maraqlıdır ki, siz bu haqda danışmadınız cavab olaraq. Mənə maraqlıdır ki, həqiqətən də sizin qardaşınız Vaqa Şabanov həmən xanımı yarı yolda qoymuşdu, yoxsa belə deyib ki, həmən xanım ya qurulma idi, ya da bir diktatırdı. Bunlar bir-birini sevəndə mənə demişdilər. Yox. Mənim öz şəxsi həyatım, öz ailəm var. Qardaşımın öz şəxsi həyatı, böyük oğlandı. Müharibədən gələn, müharibə görmüş, yetişmiş oğlandı. O sevəndə gəlib mənə deməyəcək ki, mən falan kəs sevmişəm, falan kəsdən ayrılmışam. Mən bu haqda nə deyim ki? Yəni öz həyatıdır. Yəni sevib, düzgün gəlməyiblər, ayrılıblar. İndi olur da o qədər şəratmalar var. Bunu da bilmirəm nə məsələ idi, oldu. Düzdür, qardaşım danışdı o haqda mənə sonradan. Mən çünki demiş, ona həmişə tapşırıram ki, heç bir qadının qəlbini qırma. Həqiqi qadın qəlbi qırmaq heç yaxşı şey deyil. Yəni bir qadına əl qaldıran kişilər, yəni yaxşı şey deyil. Zəif kişi qadına əl qaldırar. Yəni qadın zərif məxluqdur da, zəif məxluqdur. Mən həmişə qardaşıma demişəm ki, heç bir qadın qəlbi qırma. Özünü heç vaxt qarğatma qadın tərəfindən. Qarğış alma. İndi bunların da işini mən nə deyə bilərəm? O şəxsi həyatı da yetişmiş oğlandı bayaq dediyim kimi. Amma buradan yenə də məsləhət görürəm ki, heç bir xanımı üzmək olmaz. Hərdən görürəm ki, qadınların qucağında pişik. Elə sığalayırlar o pişiyi. Ay, mənim elə gözəl pişiyim var, itim var qucağımda. Pişiyə çəkdiyiniz o bir dənə sığalı əlinizə də çəkin də. Yəni heyvandan da aşağı görürsünüz. Hamıya şamil eləmirəm təbii ki, bəzi xanımlar. O ərlərinin dalından danışan qadınlara sözüm. İnciməyin ha məndən. Siz mənim bacılarımsınız. Ədəbli xanımlar mənim bacılarımdır. Amma heyvandan da aşağı görmək olmaz kişini. Elə görürsünüz, olmaz. Mən yenə də bu sözüm üstə dayanacağım. Qoy nə deyir desinlər. Mən verilişlərin birində bir fikir söyləmişdim ki, yoldaşım evimin Allahıdır. Bunu inanırsınız gülənlər oldu, ay bu nə danışır deyənlər oldu. Bu həqiqətən belədir. Ata evin Allahıdır. Mən demirəm Allahdır, Allah bizi yaradandır. Evinin Allahı atadır. Bu mənim fikrim deyil ha. Bu Peyğəmbərimizin fikridir. Onun fikrini eşidib onu deyirik biz. Siz görmüsünüzmü ki, belə bir fikir var. Deyir, atanı qarğatma. Aparıcımız. Bax, deyir ki, atanı qarğatma, atan qarğışı keçir. Ana qarğıyanda süd qoymur. Yox, burada süd söhbəti deyil. Çünki müqəddəslik kişidə olur, atada olur. Ata müqəddəs olduğu üçün o qarğış tez tutur evladı. Allah heç bir evlada nəsib eləməsin, göstərməsin ata qarğışını. Bax, siz fikirləşin, görəcəksiniz ki, Ofeliya düz deyir. Mən yenə də o fikrimdə qalıram. Ata evin Allahıdır. Mənim də yoldaşım bir atadır. Yəni, eşq olsun, yaşasın bütün atalar. Sənət yolunda dostlarınıza dəstək olmuşsunuz və olursunuz. Və elə oturub ki, içlərindən sizə namşorluq edənlər olub. Yox, mən etdiyim bir şeydən peşman olan insan deyiləm. Mən birinci Allah üçün eləyirəm. Mənə dəstəyi heç vaxt kimisi olmayıb. Mən qarşıma məqsəd qoymuşam daha doğrusu ki, mən heç vaxt dəstək olmayıb, amma mən dəstək olacam. Təbii ki, deyir, balıq bilməsə də xalıq bilər. Nankörlük edib neynəyəcəklər ki? Mənə nə olacaq ki? Canlar sağ olsun. Vaqa, sizə bir sualım olacaqdır ki, Ofeliya Şabanova ölkənin tanınmış simalarından biridir. Bəli. Və sizin bacınızdır. Siz öz bacınızdan fəxr edirsinizmi? Belə deyim də, qardaş bacıdan, anadan, həyat yoldaşından fəxr eləməz. Əksinə, onlar qardaşdan fəxr eləyər. Yəni, bu mənim öz fikrimdir. Yəni, bacı qardaşdan fəxr eləyər. Qardaş bacıdan fəxr eləməz. Yəni, öz fikrimdir. Növbəti sualımız belə olacaqdır ki,
Buyur. Siz də sənət yolundasınız Bəli. və yeni başlamısınız. Bəli. Sizin sənət yolunda dəstəyiniz ilk olaraq bacınızdırmı? Əlbəttə ki, bunu özüm heç deməyə ehtiyac yoxdur. Onsuz da bunu yəni hamı da, tamaşaçı da, hər kəs də bilir. Əlbəttə ki, mənim başqa dəstək olan olmayıb. Yəni başqa dəstək də gözləmirəm açığı kimdənsə. Elə yanımda olan bəs eləyir. Əlbəttə ki, hər şey studiyalara qədər uşaq kimi əlimdən tutub aparır.